İyulun 14-də Prezident İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pellegrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natavanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. Elə həmin gün Prezident İlham Əliyevin Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pellegrini ilə təkbətək görüşü olub. İyulun 14-də Xankəndidə Prezident İlham Əliyevin adına Slovakiya Respublikasının Prezidenti Peter Pellegrininin şərəfinə rəsmi nahar verilib. Tədbirdə Azərbaycan və Slovakiya musiqilərindən ibarət konsert proqramı təqdim olunub.